Salam. Bugün sizinlə uşaqların ən çox qarışdırdığı hallardan biri olan təhsilli hal haqqında danışasıq və təhsilli hal üçün vacib olan əsas məqamları qeyd edəsik. Birinci baxaq görək təhsilli hal nədir? Təhsilli hal üzərində iş icra olunan obyekti bildirir. Məsələn, deyirəm, kitabı gətir. Burada üzərində iş görülən obyekt nədir? Kitab sözüdür. Deməli, orada kitabı obyektdir və oradakı I şəkilçisi də təhsilli halın şəkilçisidir. Təhsilli halın şəkilçisi hansıdır? I. Sualı isə kimi, nəyi, haranı suallarından biridir. Məsələn, kitabı, dəftəri, nəyi? Təhsilli hal cümlədə əsasən tamamlıq olur. Məsələn, kitabı al. Nəyi al? İstisna hallarda təsirli hal feillərə aid olanda zaman zərfliyi də ola bilir. Bu əsasən təsirlənməyən feillərə aid olur. Buradan da haşiyə çıxaraq, indi bizim kitablarda bu feillər çıxarılıb. Təsirlənən feillər təsirli feil sözlərlə, ismi təsirli halında olan sözlərlə əlaqələnən feillərdir. Təsirsiz feillər amma ismin təsirsiz halında olmayan sözlərlə əlaqələnir. Yəni, istisna hallarda təsirsiz feillərə aid olanda bu şəkilçi olan söz zaman zərfliyi vəzifəsində də çıxış edə bilir. Məsələn, yayı kənddə keçirdim. Burada yayı sözü artıq tamamlığın sualına deyil, zaman məzmunu bildirdiyi üçün nə zaman sualına cavab verir. Və ona görə də deyirik ki, istisna hallarda təsirsiz feillərlə əlaqələnəndə təsirli hal şəkilçili söz tamamlıq yox, zaman zərfliyi ola bilir. Təsirli hal yalnız feili xəbərlərlə sintaktik əlaqəyə girir. Yenə Azərbaycan dili istisnalar olduğu üçün burada da bir istisnamız var. Adətən onsuz da deyirik ki, təsirli hal feili xəbərlər sintaktik əlaqəyə girir. Məsələn, deyirəm ki, uşaqları çağır. Burada uşaqları çağır feili ilə, yəni xəbəri ilə, feili xəbəri ilə sintaktik əlaqədədir. Amma bəzən elə məqamlar olur ki, təsirli halda olan söz ismi xəbərlə də sintaktik əlaqəyə girə bilir. Məsələn, həyatımı sənə borcluyam. Burada borcluyam sözü nədir? Nitqi səs olaraq. Sifət. Sifət olduğu üçün də xəbərimiz necə xəbər olacaq? İsmi xəbər. Həyatımı isə təsirli halda olan sözdür. Yəni, istisna hallarda təsirli hal ismi xəbərlə də sintaktik əlaqəyə girə bilir. Təsirli hal yeganə haldır ki, xəbərli şəkilçisi qəbul etmir və cümlədə xəbər ola bilmir. Və buna görə də ismin halları içərisində sual bizdən soruşsa ki, hansı hallardır ki, ismə aid olan 4 əlaməti qəbul edə bilmir? Deyirik, biri təsirli haldır ki, xəbərli şəkilçisini qəbul edə bilmir. Biri də adlıq hal idi ki, o da hal şəkilçisini qəbul edə bilmirdi. 4 əlamət olanda biz nəyi nəzərdə tuturam? İsmin hal şəkilçilərini, mənsubiyyə şəkilçisini, cəm şəkilçisi, bir də xəbərli şəkilçisini. Bütün hallar bu 4 şəkilçilərin 4-ünü də qəbul edə bilir. Bir dənə adlıq halından təsirli hal 3-ünü qəbul edə bilmir. Bunlardan adlıq hal deyirik, hal şəkilçisi olmadığına görə onu qəbul edə bilmir. Təsirli halda xəbərli şəkilçisini qəbul edə bilmir və cümlədə xəbər ola bilmir. Təsirli halda olan sözlər qoşmalar ilə işlənə bilmir. Qoşmalarla işlənə bilməyən bir halımız da hansı idi? Yerlik halımız idi. Təsirli halda olan söz özündən sonra şəkilçi qəbul etmir. İstisna məqamda mumi adatını qəbul edə bilər. Məsələn, kitabımı gətirim deyəndə artıq burada təsirli haldan sonra